Vətəni sevmək, onu qorumaq, lazım gəldikdə vətən üçün vuruşub can almaq, can vermək hər birimizin müqəddəs borcudur. Vətən sevgisi bizim qəlbimizdə, gözümüzü dünyaya açdığımız ilk andan alovlanır. Biz vətəni digər millətlər kimi yox, çox başqa sevirik. Vətən bizim üçün anadan da, atadan da qiymətlidir. Vətənini dünyaya gəldiyi ilk gündən sevib, vətəni üçün canını verən igidlərimizdən biri də şəhid Rüstəmov Fərid Nofəloğludur. Fərid 1993-cü il Sərdab rayonunun Gəndəbil kəndində anadan olmuşdur. Gülər üzü, ürəyinin təmizliyi ilə yaşadığı kənddə hər kəsin hörmətini, sevgisini qazanan Fərid bütün kəndin övladına çevrilmişdir. Zərdab rayonu Gəndəbil kənd orta məktəbində təhsilinə başlayan Fərid qısa müddət ərzində burada da hər kəsin sevimlisinə çevrilir. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşən Fərid hər bir azərbaycanlı kimi Ali Baş Komandanın irəli əmrini gözləməyə başlayır. Qarabağın azadlığı uğrunda döyüşlərdə iştirak etməyi arzulayan Fərid hərbi xidməti bitirdikdən sonra gizir kurslarını keçir və yenidən ordu sıralarına qatılır. Gözlənilən əmr gəldikdə Fərid döyüşə ilk sırada atılan igidlərimizin sırasında olub. Əfsanəvi döyüş yolu keçən Fərid Cəbrayılın, Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənir. Elə buna görə də müharibə bitdikdən sonra Cəbrayılın, Zəngilanın azadlığı uğrunda medalları ilə təltif edilir. Müharibə bitdikdən sonra xidmət yerinə qayıdan Fərid düşmənə inanmaq lazım olmadığını anlayır və ayıq-sayıqlığını itirmir. Fərid 2022-ci il sentyabr ayının 12-sində Zəngilan rayonu ərazisində Ermənistanın geniş miqyaslı təxribatının qarşısının alınması zamanı şəhadətə ucalır. Ölümündən sonra Vətən uğrunda medalı və Azərbaycan bayrağı orden ilə təltif edilir. Şəhid Rüstəmov Fərid Nofəloğlu Sərdab rayonu Gəndəbil kəndində torpağa tapşırılır.